Kızlar, gəlin indi isə biraz da reallıqlardan danışaq. Reallıqdan biri odur ki, mən bu videolar çəkməyə başlayanda elə indinin özündə də heç bir konstruksiyadan istifadə etməmişəm. Yəni yüksək keyfiyyətə malik olan tripodum da yoxdur, yüksək keyfiyyətə malik olan, yüksək dərəcədə böyük yaddaşı olan kompüter və kameram da yoxdur. Bəs onların əvəzində nələrdən istifadə edirəm? Gəlin onları sizə kənarda bir yerdə göstərim. Bax, bu gördüyünüz mənim tripod əvəzləyicimdir. Telefonumu buraya yerləşdirirəm və videolarımı bu sayədə çəkə bilərəm. Bu arada telefonumun markası isə iPhone 13-dür. Yəni nə Pro, nə də Pro Max. Onun çəkilişi məni qane edir. Ancaq biraz yaddaş problemim var. O da ki, yəni həll olan məsələdir. Həll olan da məsələdir deyirəm, amma ki elə vaxt olub 128 yaddaşdan 127-si dolu olub. Yəni gəl ki başqa bir şəkilləri sil, videoları sil, bilməm WhatsApp-ı sil, bilməm neynə. Axır əvvəl mən o vlogu yekunlaşdırmışam və yükləməyi bacarmışam. Və bu da onun nəticəsidir ki, ay yarım ərzində 249 abunəm var. Bəlkə də bu başqaları üçün çox az bir göstəricidir. Amma mənim üçün bu şərtlər altında 249 abunəmin olmağı belə böyük nəticədir. Əgər sən də videonu izləyirsənsə və hələ də abunə deyilsənsə, məhz bu videodan sonra zəhmət olmasa məndən abunə ol. Yox, əgər abunə olmuşsa, amma videoları bəyənmirsənsə, çox xahiş, videoları bəyən. Həmişə dediyim kimi, sizin bir klik etməyiniz bəlkə də sizin üçün çox saat ola bilər, amma mənim üçün böyük önəm kəsb edir. Ona görə də yeni videoların hazırlanmasında mənə böyük motivasiya verir. Düşünürəm ki, əgər YouTube sahəsində video çəkməyə başlamaq istəyəniniz varsa,